Doktor, özellikle yeni yerimeye başlayan körpələrdə müşahidə edirik düşmələr sırasında, müəyyən səthlərdən düşmələrdə ya da digər travmalarda körpələrin başları müəyyən zədələr ala bilər. Hansı əlamətləri gördüyümüzdə biz mütləq həyati təhlükə düşünməliyik? Ümumən kəllə beyin travmalarında bizim üçün yenə burada qırmızı siqnallar, huşun pozulması, uculma tutmasının olması, yeriyərkən səndələmə və bunun kimi nevroloji simptomlardır. Əgər biz kəllə daxili qanaxmadan şübhələnirsək ki, kəllə beyin travmalarının ən önəmli ağırlaşması qanaxmalardır. Bu zaman xəstələrin valideynləri bir ümumi cümləni deyir. Uşaq əvvəlki kimi deyil. Yəni bu onun oyanıcılığında da özünü göstərə bilər, hərəkətlərində də özünü göstərə bilər. Bu zaman biz ən xırda bir dəyişiklikdə belə mütləq xəstəni xəstəxanaya çatdırmalıyıq və kompüter tomoqrafiya çəkdirməliyik. Çünki adi rentgen müayinəsi travmaların şiddətini göstərə bilmir. MRT müayinəsi uzun çəkir, amma qanaxmanın kontrolu üçün mütləq kompüter tomoqrafiyasını görməmiz lazımdır. Bu təkcə əslində yeni yeriməyə başlayan uşaqlarla bunu biz çərçivələməməliyik. Çünki yol qəza hadisəsi zamanında da eyni şeylər keçərli və ya uşaq həyətdə futbol oynayır, top başına dəyir, orada da keçərli. Ümumiyyətlə bütün kəllə beyin zədələnmələrinə mütləq kəllə daxili travmaları inkar etməliyik.